Müştərilərimizi maarifləndirməklə bazarı dəyişirik. Bil, seç, inşa et rubrikasında bu səfər sizdə travertin görünüşü nədir? Ondan söhbət açacağıq, ondan danışacağıq. İlk baxışda nə divardır, nə daşdır, amma səni özünə cəlb edir. Yaxşı, bu effekti necə əldə edirik? Təbii ki, bu rubrikamızda da bizim dekoratorumuz Elgün bəy bizimlə bərabərdir ki, mənim bununla bağlı bütün suallarımı cavablandıracaq. Təbii ki, ilk sualım belə olacaq Elgün bəy. Travertin nədir? Travertin əslində yəni təbii daşdır. Daşın adıdır. Yəni bugünkü günü bu travertini hamı bir məhsul kimi tanıyır. Amma qanuni şəkildə həmin o travertin daşının satışı da var. Yəni təbii, təbiətdən gələn daşdır. Sadəcə olaraq o travertin daşı yəni bir formada yaradırsan da elə bil ki, məsəl üçün ev işləyəsən, fasad işləyəsən, bir dənə forma verə bilir bunun təbiisi sənə. Amma bu travertin effektin yaratmaq üçün olan məhsullar, yəni bu nəinki daşın, yəni travertinin qaya daşını da, təbii daşını da, aqlaya bənzər travertin daşlarını da, yəni effektini rahatçılıqla yaradır və istədiyin rəngi verə bilirsən. Ona təbii ki, təbii rənglərdən gedir söhbət. İstədiyin rəngi verə bilirsən. Dünyanın hansı dövlətində, hansı rəngdə olan daşlar varsa, mərmər kimi də təbii ki, bunların da fərqliliyi var. Yəni o formada istədiyin fərqli rənglərdə verib, istədiyin fərqli effekti əldə edə bilirsən. Elgün bəy, bəs bunu tətbiq etmək üçün nə lazımdır? Mən özüm evdə bu görünüşü yaratmaq üçün nələrdən istifadə etməliyəm və yaxud da tətbiqi asandırmı, çətindirmi? Yox, travertini çətin deməzdim ki, çətindir. Sadəcə travertin həvəsli bir işdir. Yəni buna konkret olaraq xüsusi zövq tələb eləyir. Zövq tələb eləyir, fantaziya tələb eləyir və həvəs, konkret həvəs ki, yəni mən bu effekti yaradacağam. Bu məhsul da elə bir məhsuldur ki, yəni istədiyin effekti verir sənə. Sadəcə bunun əsas bir prinsipləri var ki, bunun vaxtı var da. Yəni istifadədən müəyyən bir vaxtdan sonra qlatkaya getməlidir da. Yəni bu hamarlanmalıdır ki, orada kobudluq yaranmasın. Sən onu yarada bilirsən, sadəcə belə yarada bilərsən sən onu ki, hansısa bir kataloqu, daşı qoymalısan qabağıma ki, mən bunu yaradacam. O formada o həmən travertinin məhsulu sənə yəni bir yoldaş kimi, bir dost kimi köməkliyin görsədir, bu effekti yaratmağa sənə kömək edə biləcək. Yəni bunu yarada bilirsən. Yəni biraz səbir, biraz sənət, nəticədə isə super bir görüntü əldə etmək olur. Sadəcə həvəs, bəli, sadəcə həvəs lazımdır ki, yəni o gözəl effekti, yəni istədiyin effekti əldə edə bilərsən. Yəni söhbət sırf travertin daşından yox, travertindən yəni haradasa belə deyim, orta hesabla bir 20 cür, 25 cür faktura yarada bilərsən. Maraqlı. Yəni burada ən əsası başa düşdüyü bildiyim qədərilə sənin mükəmməl fantaziyan olmalıdır ki, bəli. seçim edəsən, rəngləri bir-birinə qarışdırmaqla o gözəlliyi yaratmaq. Məsəl üçün, mənzillərdə əsasən bu travertin görünüşündən harda istifadə etmək olur? Yəni harda gəldi etmək mənə elə gəlir ki, məqsədə uyğun deyil. Yox, elə imminoy travertin məqsədə uyğundur. Travertin məhsulların dekorasiyanın içində 7 istini məhsuldur ki, bunu həm çölə, fasada, həm daxilə, hətta sanuzel, hamam tualetdən istifadə edə bilirsən. Yəni müasir remontda, yəni kafel metlaqdan çox da bir də istifadə olunmur. Travertindən istifadə olunur. İstənilən effekti, istənilən rəngi çox super də görünüşə malikdir. Yəni konkret olaraq həqiqətən də geniş hamam tualetlərdə vəbşi gözəl bir mükəmməl effekt verir. Yəni bunun nə sudan qorxusu yoxdur, nə gündən, nə yağışdan, nə marozdan. Yəni bunu istədiyin formada, istədiyin yerə tətbiq edə bilirsən. Məsələn, sədəfdən danışanda biz bilirdik ki, sədəf sədəfdir. Bütün evi sədəf eləyərsən, sənin bütün evin sədəf olacaq. Amma travertin elə bir gözəllik deyərəm mən ona. Bütün evi sən travertinlə işləyərsən, sadəcə tamamilə fərqli otaqlar əldə edirsən. Fərqli fakturalar əldə edirsən. Yəni sədəf kimi deyil ki, hamısı sədəfdir. Yox. Baxanda da bilmirsən bu nədir. Sadəcə gözəlliklərdir. Fakturalar var da, adları var. Karta mira fakturası var, 100 liniyalar var, kataloqlarda görsədəcəm. Yəni hamısında fərqlilik yaradırsan, bir dənə travertindən bütün evin bütün işlərini görürsən. Adətən mənzilimizdə 3 otaq nəzərdə tuturuq da, yataq otağıdır, qonaq otağıdır və uşaq otağıdır. Travertin ən əsas gözəllik qatan hansı otağıdadır? Qonaq otağıdır əlbəttə ki, çünki bugünkü günü hamımız ona üstünlük veririk. Qonaq otağı, çünki orada belə deyək də, hamı görür. Gələn qonaqlar görür. Travertindən orada travertin effekti yox, sadəcə travertindən başqa bir kataloqlar yarada bilirik. Yəni başqa fakturalar yaradırıq. Məsələn, dünya xəritəsi.
ən gözəl fakturalardan biridir ki, bugünkü günü dünya xəritəsi həm koridorda, həm zalda, yataq otağında indi bir balaca tünd effekti olduğuna görə yataq otağı olduğu üçün başqa fakturaya üst tuturuq. Yəni belə aslanlı o istifadə olunur. Dünya xəritəsi zalda, koridorda. Çox mükəmməl görünüşü var. Yəni hətta satışda bugünkü günü olan aboylar hamısı dekorativin növlərindədir. Bilirsiniz, müasir aboylar bugünkü günü mərmər effektidir, travertin effektidir, sədəf effektidir. Sadəcə o indi iskustveni variantdır. Bu təbiidir, təbii yaranma variantıdır. Bir mütəxəssis kimi ümumiyyətlə travertini firma olaraq birini seçib üzərində dayanmaq məqsədə uyğundur ya yox? Yox. Qətiyyən yox. Çünki dekorativlərin içində travertindir ki, firmanın fərqi yoxdur. Hansı firma olursa olsun, eyni keyfiyyətdədir, eyni gözəllikdədir. Sədəflərində fərq var, mərmərlərində fərq var. Bütün firmalarda müxtəlifdir. Hər usta bir firma ilə işləyir. Amma travertin yəni bir gözəlliyi də əlavə odur ki, yəni firma olaraq heç bir fərqi yoxdur. İndi firma adı çəkmirik təbii ki, yəni hansından olsa eyni effekti, eyni gözəlliyi, eyni keyfiyyəti o sənə verir. Yəni ona görə də müştərilər və ya da ustalar o barədə narahat olmasa, mən hansı firmanı alım, görəsəm problem yaradarmı, yaratmazmı? Xeyr, travertində qətiyyən problem yoxdur. Budur. Deməli, buradan belə bir nəticəyə gəlir ki, travertin sadəcə bir görünüş deyil, həm də gözəlliyin və zövqün görüşdüyü yerdir. Siz də evinizdə bax belə qeyri-adi gözəllik yaratmaq istəyirsinizsə, gəlirsiniz MRT Hiper İnşaata doğru material seçməklə həm də doğru məsləhət alırsınız. MRT İnşaat birlikdə tikər.